qeyd edək ki, Trampın bu zəncir məhz İstanbul danışıqlarının nəticəsiz başa çatması şərtləndirdi. Yəni, bu telefon danışığı məhz İstanbul danışıqları ilə şərtlənirdi. Qeyd edək ki, hal-hazırda Rusiyanın mövqeyi çox açıq və bəllidir. Bu, Krımın de-yure və de-facto Rusiyanın ərazisi kimi tanınmasıdır. Eyni zamanda 4 vilayətin de-facto Rusiyanın ərazisi kimi tanınmasıdır. Və Ukrayna qoşunlarının buradan çıxmasıdır. Ukraynanın blokdan kənar statusunun təsdiqlənməsidir. Və eyni zamanda Ukraynanın heç vaxt nüvə dövləti olmayacağı və Rusiya qarşı strateji təhdid yaratmayacaqlarla bağlı öhdəliyə götürülməsidir. Hər hansı bir iqtisadi əməkdaşlıq nəticəsində Prezident Putinin bu şərtlərdən geri çəkiləcəyi ağlabatan görünmür. Bunu biz İstanbul danışıqları əvvəl də təxmin etmişdik. İndi də o fikrimizdə qala bilərik və hal-hazırda Putinin güzəştə gedə biləcəyi məqam müəyyən müddətə atəşkəsə getməkdir. Hər halda Ruslar güman edirlər ki, onlar danışıqlar nəticəsində atəşkəsə çıxa bilərlər. Lakin Ukrayna tərəfində getmədi. Prezident Trump müəyyən qədər təzyiq edib Kiyevdən bu razılıq ala bilər. Lakin qeyd edək ki, Putinin mövqeyinin yalnız iqtisadi əməkdaşlıq təklifləri nəticəsində yumuşalacağı ağlabatan görünmür.